Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə mərci plovun hazırlama qaydasını göstərirəm. Bizə lazımdır yaşıl mərci və uzun düyü. 1 armudu stəkan yaşıl mərcidən istifadə edirəm. 2 xrustal stəkan uzun düyü. Bunları suyun altında, soyuq suyun altında yaxşı yuyuruq. Sonra mərcinin və uzun düyünün üzərinə ilıq su əlavə eləyib, düyüyə duz da əlavə eləyib qarışdırırıq. Qoyuruq, bu cür 2-3 saat saxlayırıq. Mərcini əlavə eləyirik qazana, qoyuruq qaynamağa. Aşın hazırlanması üçün də qazana su əlavə elədik. Su qaynara düşəndə duz əlavə eləyirik. Tam qaynamağını gözləyirik. Bu arada mərcini yoxlayırıq. Mərci artıq pişibdir. Götürüb aş üzərinə süzürük. Aşın suyu da qaynadı. Düyünün suyunu boşaltdıq. Qazana əlavə elədik. Üzərinə də yarım limondan da balaca limonun sıxıram. Suyunu mən əlavə eləyirəm düyünün suyuna. Həm şəffaf olur, həm parıltılı olur, ağ olur, çox gözəl olur. Burada da düyünü yoxlayırıq. Görürük ki, yumşaqdır. Qaynatdığım yaşıl mərcini də əlavə elədim. Videoda görürsünüz, əziz xanımlar. 1 dəqiqə tam qarışdırıram ki, hər tərəfli eyni olsun, yəni tam qarışsın. Sonra süzürük aş üzərinə. Qazana yağ əlavə elədik, biraz qızdı. Üzərinə də qazmağı əlavə eləyirik. Düyü və mərci qarışımını qazana əlavə elədik. Dəmlədiyim zəfəranı da üzərinə yüngül gəzdirdim. Qapağını örtürəm. 1 saat dəmdə saxlayıram. Vaxt azalana yaxın mən ərinmiş kərə yağı və yaxud da şit yağ, fərq etməz, əlavə eləyirəm. Onda daha yaxşı olur. Yağ tam dibinə çökmür. O baxımdan axıra yaxın mən yağı əlavə eləyirəm. Baxın əzizlərim, görün necə dəndəndir. Çox gözəl, yumşaq. İndi də qazmağı göstərirəm. Həm xırçıltılı, həm yumşaq. O qədər gözəl qazmaqdır ki. 3-bucaq formada doğradım. Buluda düyünü əlavə elədim. Qazmağı və üzərinə də aşqarası üçün kim necə istəsə hazırlaya bilər. Mən toyuq tabaqası hazırladım. Yəni onu da servis elədim. Baxın necə gözəldir. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.